istifadə etmək lazımdır ki, ən azı avtomobildə o aktivliyi qalsın? Baxın, belə deyim, bu rejimlər ora hər bir halda sürülmək üçün nəzərdə tutulmuşdur. Amma sadəcə olaraq həm də sürücünün istəyinə uyğundur. Bəli, sürücünün istəyinə uyğun. Adam var ki, mənə misal üçün lazımdır ki, Çin avtomobili sürürəm, zaryatka taxmağa vaxtım yoxdur. Heç bir məntəqəyə gedə bilmirəm. Evimdə də bina evində yaşayıram, o şəraitim yoxdur. Və həyət evində yaşayıram, işıqlarımız normal deyil, stabil deyil. Bəli. Mən ona cavab olaraq deyə bilərəm ki, zaryatkaya taxsaz çox gözəl və məqsədə uyğundur. Yəni bu avtomobildə bu batarya sistemi varsa, bu hər bir halda zaryatka şarj edilməlidir. Əlbəttə. Şarj şərtdir. Çünki bu hibrid deyil, bu plug-in hibriddir və siz bunu plug-in hibrid olaraq almısınız. Yəni yeni də qaydaq sürüş modlarına. Burada var plug-in hibridlərdən söhbət gedir hal-hazırda. Elektrik var, yəni adı üstündə göründüyü kimi elektrik. Və onun altında rejimləri olur. Ekonom, komfort, sport və custom. Şəhər daxilində onların hansını istifadə eləsə yaxşıdır? Şəhər daxilində əlbəttə ki, hər bir halda komfort nəzərdə tutulur. Amma ki, elektrik varsa, bu adam elektrikə yəni ödəniş edir, avtomobilini doldurur ki, sürəcək. Niyə hibriddə sürsün ki? Qoy elektrikə, rahat komfort. Həm də ekoloji baxımdan belə o yaxşıdır. Bəli, ekoloji baxımdan təmiz və mühərrik dayanmadan yəni işləməyəcək, sakit, demək istəyirsiniz ki, Əli usta, yəni bacardıq qədər elektrikdən istifadə edin. Bəli, çünki biz plug-in hibrid almışıqsa, elektrik daha tövsiyə olunur, daha məqsədə uyğundur. Bəli, görə elektrik daha yaxşıdır. Keçdik hibridə? Keçdik hibridə, bəzi avtomobillərdə hibriddir, bəzilərində belə deyim, Riv Comfort var. Yəni Riv nədir? Bu da hibridin bir növüdür. Sadəcə olaraq bu Çinin standartlarıdır. Və standartlara gəldikdə isə bu Çin avtomobillərinin Çangan modellərində, bəzi modellərində də, bəzi Çin avtomobillərində də CLTC, VLTC, Dinamik. Bu 3 standart var. Burada Avropa standartı olaraq nəzərə götürülən WLTC və dinamik modudur nəzərdə tutulan Avropa standartı sayılır. CLTC bəzən avtomobil alır, amma onda məsafə yürüşü çox verir deyəsən. Bəli, yürüşü çox verir. Müştəri gəlir yanımıza və hər hansısa bir təminat veririk ona. Və təminatdan sonra biz burada bəzi şeylər var, onları edirik və monitor zavod vəziyyətinə demərəm qayıdır, sadəcə olaraq bəzi şeyləri zavod vəziyyətinə qaytarıb sonra yenidən bərpa olunur. Bəzən olur ki, o yaddan çıxır, yəni çox sadə bir şeydir o. Mənə zəng gəlir ki, belə bir sual daxil olur, daha doğrusu ki, mənim avtomobilim sizin yanınıza gələndə 750 kilometr benzin göstərirdi. Sizin yanınızdan getmişəm, göstərir 600 kilometr. Deyirəm ki, bəs sizin avtomobiliniz Çin standartındaydı və biz onu Avropa standartına dəyişdik. Deyir, mən bunu istəyirəm Çin standartına sürüm. Deyirəm, tamam da, yəni mən sizə izah edeyim. Rahat şəkildə keç dəyişdir. Bir saniyəlik bir şeydir, keç dəyiş Çin standartına. Bu müştəri bəzən belə olur, deyir, çox sağ ol. Bəzən də deyir ki, niyə belə elə? Əli usta bir dənə söz deyim. Hər zaman müştəri haqlıdır. Əlbəttə ki, müştəri hər zaman haqlıdır. Qayıtmaq lazımdır. Müştəri hər zaman haqlıdır. İndi gəldi intelligent rejimi, yəni ağıllı rejim. Bəli, bu ağıllı rejim adı üstündə olduğu kimi. Yəni, əgər həm şarjımız varsa, həm benzinimiz normaldırsa, istəmirsə mühərrikimiz 50 kilometrdən yuxarı şarjda işləsin, 50 kilometrə qədər rahat idarə edə bilərik. Birinci, bu Çin avtomobillərinə gələn bu sualda cavablandırım ki, zəng gəlir, daxil olur, deyirlər ki, mən istəyirəm ki, maşınım 100% olsun, amma benzinlə sürüm. Qardaş, mümkün deyil. Mümkün deyil. Xeyr, mümkün deyil. Bu plug-in hibriddirsə, birinci bataryadan qidalanır. Hətta səhərə işə düşmək də olmur. Neçə 85-dən aşağı düşməlidir? 83-82%-dən sonra mühərrik işə düşür. Yəni özün işə salmaq üçün. 90%-dən aşağıdır. Avtomobil var ki, orada 80%-dən aşağıdır. Avtomobildən asılı olaraq bu dəyişir. Onu da marka modeldən bir yolu var, belə deyim də. Orada qayıdaq bayaq ki, bir sual, daha doğrusu deyimə, hibrid rejimində sport qoysa, misal üçün sport rejimə qoysa, elektrikli sportda belə işə salmaq olur mənim. Bəli. Yüksək təzyiqli qaz versə,
avtomatik bəli mühərrik işə Mühərriyə düşəcək. düşür. İstəyir onun zaryadkası 95% olsun, 99% olsun. Hər bir halda bəli. Yəni yüksək təzyiqli qalsa mühərrik işə düşəcək. Amma ki bu mühərrikin işə düşməyi belə deyək də cold startdır. Bu işin də ustasına, yəni sizə verək sözü Salih usta. Bəzən suallar da bundan asılıdır ki, mən avtomobili idarə edirəm. Bəli. Zaryadka şarj bitdi, avtomatik mənim deyir maşınım keçir şeyə. Benzinə. Bu nə qədər ziyandır? Mühərriyə nə qədər ziyandır? Bəli, mühərrikə nə qədər ziyandır? Yəni daxili yanmaya keçirsə sayısı, buna nə qədər ziyandır? Onu demirəm al. Əsasən bu özüllüklər, yəni mühərriyin tərkibində biz nəyə görə deyirik ki, yağ çox keyfiyyətli olmalıdır. Yəni ester tərkibi həddən artıq yüksək olmalıdır ki, bunda dəmir təbəqələrdə, yəni dəmirə yapışan metallarda bilirsiniz ki, mühərriyin içərisində heç bir detal bir-birinə dəymir. Amma mühərriyin içərisi tamamilə dəmir yığıntısından ibarətdir da, bilirsiniz. Yəni ki, bunu orada heç bir dəmir bir-birinə toxunmur. Hər hansı bir dəmir parçası bir-birinə toxunarsa, bir dəqiqə çəkməz, o tamamilə məhv olar. Sıradan çıxar. Bunların arasında yağ təbəqəsi, yağ başlayır işləməyə. Sürtünmə gedir. Bəli, o sürtünmədə yağın tərkibində də ester olmalıdır ki, biz nəyə görə deyirik ki, manolun tərkibində həddən artıq çox ester var ki, həmin qoruyucu qat yaradır orada. Dəmir-dəmirə istəsə də dəyə bilməz. Yəni həmin təbəqə var orada. Götürək mineral yağları, 20-50, 15-40 yağlarını. 10-40 və yaxud da. Yox, yuxarıdan aşağı endirəmlər, amma həmin mühərriklər, işləyən mühərriklər mütləq səhərlər isinməlidir. Çünki 20-50 özürlükdə bir yağı təxminən 10 dəqiqə qızdırmaq, isindirmək lazımdır ki, bu tamamilə yumuşalsın. Yağ duru halına gəlsin. 10-40-a və yaxud da ki 5-30-a və yaxud da ki daha da az özürlüyə gəlsin, çıxsın. O təxminən 10 dəqiqə işlətməlisən ki, bu hala gəlsin, düzdürmü? Yaxşı, bu hibrid bir anlığa getdiyin yerdə anında işə düşür. Soğuqdur hava, lap belə o 20 dərəcə şaxta var, düzdürmü? Bu mühərrik bir anlığa işə düşməlidir. Ona görə də onun tərkib hissəsində yağ o qədər özürlüyü aşağıdır ki, nəyə görə biz 0.16, 0.20 yağdan istifadə edirik? Yəni su ilə ona fərq yoxdur həmin yağa. Çünki bir anlıq işə düşəndə artıq bu qızmış yağ, hazır yağ rolunda başlayır orada işini yəni görməyə. Bir əlavə edim Salih usta. Üzr istəyirəm Əli usta. Yəni bu ester tərkibi də deyir ya manolda ester tərkibi. Yəni o yağlanma bir dəfə işə düşdüsə, yəni mühərrik daxili yanma işə düşdüsə, o yağlanma yuxarı hissələrdə də qalır. Yəni o ester. Hətta bizim Avtil bəy yeri gəmişkən salamlayıram, ötən gün qonağımız idi. Yağlar üzrə mühəndis deyir ki, esterin, yəni o tərkibində ester olan yağlar bir sutkuya qədər o yuxarıda həmin o yağ dənəcikləri qalır. Bəli, qalır və orada Salih usta bayaq dedi, dəmirlər gedir, gəlir və heç biri dəymir bir-birinə. Amma mühərrik işə salanda ora yağ getmir ki, anında ramal. Orada bir neçə saniyə orada boşuna dəmir. Amma həmin orada ester təbəqəsi yarananda artıq orada dəmir. Ester tərkibli yağlar qalır. Bir neçə müştərilərimiz var, amma onu özləri oxuyub dərk edib gəlirlər ki, deyir mən birinciliyindən əvvəlindən deyir bu çanqanları və ya bivaydiləçin avtomobillərini deyir mən əvvəldən manolun yağı ilə dəyişmək istəyirəm ki, bu mühərriyin ömrü uzun olsun. Artıq ester tərkibi nə olduğunu, mühərriyin keyfiyyətli yağla dəyişməklərini artıq bunlar hər hansı bir forumlardan oxuyublar. Ona görə də bu sosial şəbəkələrdə bu bəzi Çin avtomobillərindən bağlı indi marka modelini qeyd etməyəcəm, çünki birində deyil və bir neçəsindədir. Bu yağ tələbi doğru seçmədiklərinə görə. Bəli, və sürücülərin necə deyək, məsuliyyətsizliyi deyək də, yəni. Bəli. Məsuliyyətsizliyi ucbatından, bəzi işbazlar ucbatından. Yox, aldanırlar da. Yəni ki, mən bundan dəyişirəmsə. Bəziləri var ki, belə deyim də, kiminsə sözünə əməl edir. Yəni deyir ki, Çin avtomobilinə 5-30 tökən adam da tanıyıram. Yox, qəti qadağandır. Bəli. Çin avtomobili ola bilər. Daxiliyama mühərriyi ola bilər. Plug-in hibriddə qəti. Çin avtomobilləri var ki, sadə turbo mühərriyi ilə də onlara tökə bilər. 5-30 tökə bilər. 5-30 tökür, bəli. Çin avtomobili 1.5 plug-in hibrid. Plug-inə qəti qadağandır. Əli usta, bəs yadınızdadır bir ara ölkəmizə kifayət qədər Toyota Priuslar gəldi də. Onların evin nə yığdı? 0.20. Onların evin 10-40 yığdı. Bizim müştərilərimiz var 10-40 tökürdülər. 5-40 yığdı. Bəli, onların hansı ki, onlar dözümlü mühərriklər sorasındadır. Dözümlü mühərriklər. Danışdığımız yağ hansı ki, manoldan danışdıq, tərkibində ester texnologiyası əsasında hazırlanan yağlar və o hansı ki, SKT Alman avtomobil yağları və ehtiyat hissələri sayəsində dünya miqyasında tanınmış bir brenddir. Şirkətin istehsal etdiyi məhsullarda tətbiq olunan ester texnologiyası mühərrikin qorunmasıdır, keyfiyyətini artırmaqdır. Ən qabaqcıl həllərdən biridir. Hansı ki, bu yağlar və əlavə məhsullar mühərrikinizin uzun ömürlüyünü təmin etmək, yanacaq sərfiyyatını azaltmağa hesablanır.
hazırlanıb. Təşəkkürlər Manola, təşəkkürlər Muxtaroğlu VMMC-yə. Ölkəmizdə rəsmi dilləri elə Muxtaroğlu VMMC-dir. Motor Doktora saytı var, Salusa. Bu sayt vasitəsilə də rahat şəkildə əldə edə bilərsiniz məhsullarını. Bu günlərin ən aktual məhsulu isə 9201-dir. Bəli, o da çox yararlıdır. Zaman gələcək həmin Çin avtomobillərinə də, Ramal, Çin avtomobillərin mühərriklərinə də 100 mindən sonra artıq mütləqdir ki, bu 9201-dən qoşulmalıdır ki, həmin sistem tamamilə də təmizlənir. Ali Ustaya mən indi bir məlumatı da deyim ki, Manolda hətta Chinese Cars yağları, yəni 08, 016, 020 tələbi ilə bəli, Sırf Çin avtomobillər üçün yağlar buraxıldı. Görmüşəm. Yəni bu yağlardan da əldə edə bilər.